Doğrudur. Bugünkü gündə, yəni həqiqətən, yəni sosial şəbəkələrə, yəni bağlantı çoxdur. Evdə, yəni ailə belə deyək, hamısı sosial şəbəkələrə bağlanır. Bəzi ailələr var ki, həm ata, həm ana, həm evdə uşaqlar hamısı sosial şəbəkələrdədir. Biri Facebook platformasındadır, biri Instagram platformasındadır, biri YouTube, biri TikTok. Hərə bir platformadadır və sosial şəbəkələrə bağlılıq həddindən artıq çoxdur. Yəni evdə, yəni ailələrin, məsələn, bəzi şikayətlər eşidirik ki, hətta ana belə deyək, sosial şəbəkələrə daxil olmaqdan uşağına vaxt ayıra bilmir. Uşağının nə tərbiyəsinə vaxt ayıra bilir, nə təhsilinə vaxt ayıra bilir. Ümumiyyətlə uşağa vaxt ayıra bilmir sosial şəbəkələrə daxil olduğuna görə. Yəni artıq sosial şəbəkələr bəzi insanlarda bağlantılıq yaradıb. Elə insanlar var ki, hətta yatmırlar. Sosial şəbəkələrə daxil olmaq üçün yatmırlar. Bugünkü gündə biz məsələn baxırıq, avtobusa daxil olursan, hərəsindən də bir telefon sosial şəbəkədə, metroya daxil olursan, hərəsindən də bir telefon sosial şəbəkədə, hansısa bir ictimai yerə gedirsən, yenə telefon sosial şəbəkə, hətta məktəblərdə belə, universitetlərdə belə ancaq sosial şəbəkələrdədir şəxslər. Ani bir vaxt tapan kimi, ani bir fürsət tapan kimi birbaşa sosial şəbəkələrə bağlanırlar. Bu da həqiqətən insanın İslami baxımından desək, qəlbin zəifləndirir. İnsanın qəlbi zəifləyir. Ruhun daraldır.